Əliağa Vahid Aşqabadda olarkən Azərbaycan Opera və Balet Teatrıda müğənni Hüseynqulu Sarabskinin rəhbərliyi ilə orada qastrol səfərində olur. Deməli, Leyli və Məcnun operasının tamaşası zamanı Zeyd rolunu oynayacaq artist xəstələnir. Sarabski Əliağa Vahidə yalvarır ki, bu gecə həmin artistin yerinə gəlsin, orada çıxış eləsin. İşində deyir, çətin deyil. Mən Məcnun sonuncu pərdədə gələcəyim Leylinin qəbri üstünə, orada bu bir kupleti deyəsən, bir bənd şeir var, onu deyəsən. Əliağa Vahid razılaşır və axşam gəlir, səhnəyə çıxır. Amma o izdihamı görəndə səhnədə o deyəcəyi söz yadından çıxır. Və Sarabski buna baxır, deməli söz gözləyir. Əliağa Vahid bədahətən əlini qulağının dibinə aparıb deyir ki, Məcnuna deyən yox ki, ey aşıqı biçarə, Vahidlə nə karın var qoysun səni avarə.